Neçədəydi səhv? 25. Yalnız birindən sonra numerativ söz işlənə bilər. Bax, bir sıra məsələlər deyirik. Numerativ söz işlət görüm. Bir sıra dənə məsələ deyə bilərsən? Xeyr. Yox, olmadı. Sonra bir qədər adam, bir qədər nəfər adam deyə bilərsən? Xeyr. Olmadı. Xeyli nəfər adam deyə bilərsən? Xeyr. 5-6 nəfər adam. Olur. Oldu. İtmədi ki məna. Xeyr. Yerində işləndiyi söz. Bəli. Oldu. Sonraki səhvin 26. 26. İndi bunu sən oxu, izah elə görək. Verilmiş saylardan biri numerativ sözlərlə işlənə bilər. Aha. Burada da 1-2 olar da. İşlət görək. Bayaqçı kimi. Məsələn, çıxabda 1-2-dən alma var idi. Ay sağ ol, olar. Yenə də 1-2 nəfər adam. 1-2 ədəd kitab. Meyvə. İşlədə bildikmi? 1-2 ədəd meyvə deyə bildik. 27-ni oxu görüm. Yalnız birindən sonra numerativ söz işlətmək mümkündür. Burada da 3-4 olardı. İşlət görüm. 3-4 nəfər. Ay sağ ol. 3 nəfər adam. Düzdür? 3-4 ədəd qələm. İşlədə bildik, Bəli. işlətdik. Deməli onda hansıdır? Qeyri-müəyyən miqdar saylardır da. Onlarla isim arasında nə olur? Numerativ söz. Söz. Başa düşdün? Bəli, Aydındır? bəli. Keçdik o birisinə.